Salam millət, xoş gördük hər kəsi. Mən sizə bu günləri kriptovalyuta bazarının qırmızı rəngə boyanmağının bir neçə səbəblərindən danışacağam. Hal-hazırda bizə Instagramdan, Telegramdan çox adam yazır ki, vəziyyət nə yerdədir, almağa dəyər yoxsa dəyməz. Əsas suallar bunlardır. Təbii ki, həmişəki kimi. Amma bu dəqiqə Bitcoin ən az 30% dəyər itirib və bu dəyər itirməsi bütün altcoinlərə də avtomatik olaraq təsirini göstərir. Yəni insanlar elə fikirləşir ki, yeni girən istifadəçilər fikirləşirlər ki, Bitcoin düşərsə digər coinlərə qalxış ola bilər. Xeyr, tamamilə bu bazar Bitcoin-dən asılıdır və ona görə də həmişə Bitcoin-i izləmək, onu nəzərdə saxlamaq lazımdır. Ən əsas amillərdən biri siyasi hadisələrdir. Dünyada baş verən bu siyasi hadisələr konkret olaraq birmənalı şəkildə qorxuya səbəb olur və qorxuya səbəb olanda insanlar ənənəvi aktivlərə keçid alır. Ənənəvi aktiv dediyimiz misal üçün qızıla keçid alırlar və yaxud da digər səhmlərə keçid edirlər. Çünki kriptovalyuta sürətli pul itirmə gücünə malikdir və sürətli qalxma da həmçinin bu da var. Yəni təbii ki, ona görə də insanlar bu durumda avtomatik keçirlər qızıla. Dünyada ümumiyyətlə müharibə anonsu verilən kimi dərhal hamı pulunu çıxardır kriptovalyutadan və qızıl almağa yönəlir. Çünki belə hadisələrdə qızıl həmişə qalxır və qalxmışdı da, hətta dünyada gümüş rekord səviyyəni qırdı. Yəni hamımız, yəni bu işlə məşğul olanlar bunu gördülər. Düzdür, gümüş də dəyərini itirdi demək olar ki, 100-dən aşağı düşdü, hardasa 30% səhv eləmirəmsə. Mən gümüşü, qızılı izləmirəm, amma yəni xəbərlərdən belə oxumuşdum. İndi yəni siz hal-hazırda burada Bitcoin-in hansı vəziyyətdə olduğunu tamamilə görürsünüz. 93 mindən 64 mindədir. İndi burada məsələ, burada ən pis vəziyyət odur ki, 60 minin altına düşə bilərmi? 60 minin altına düşmə ehtimalı da var. Yəni burada görürsünüz 60 minə kimi gəlib. 60 mində görə ondan aşağı düşmə söhbəti tamamilə burada siyasi hadisələrə qalıb. Çünki burada böyük akulalar rol oynayırlar və bunlar bazarı öldürürlər. Bazarı öldürən kimi də avtomatik olaraq altdan yığmağa başlayırlar. Onlar 100 dollar, 200 dollarla trade eləmirlər. Yəni onlar konkret bu bazarın yönləndiricidirlər. Yəni onlar 2-3 milyonluq alırlar. Yəni hər coindən yəqin ki və yaxud da ki bir coindən, bilmirəm dəqiq. Yəni bu cüzdanların onsuz da açıqdır. Kimə hansı cüzdanlarda nə qədər Bitcoin, Ethereum və digərləri var, onu görmək olur blockchain ağında. Kimə məxsus olduğunu bilməsəz də, amma adreslərdən bilmək olur da hansında nə var, nə yox. Hal-hazırda cəmaətin yəni dediyim kimi ən qorxulu vəziyyəti 60 minin altına düşməkdir. 60 minin altına düşərsə daha da dəyər itirəcək digər coinlərdə. Burada BNB, yəni bu Bitcoin-in öz, daha doğrusu Binance-ın öz coinidir və çox yüksək səviyyələrə gəlib çıxmışdı. 1300 dollara kimi gəlib çıxmışdı. İndi hal-hazırda 586 dollardan əməliyyat həyata keçirilir. Burada həmçinin XRP də Solana, yəni bunlar yüksək nəticələr göstərmişdilər Bitcoin ilə bərabər. İndi hamı sürünür. Burada mənim üçün favori coinlər hansılardır bilmək istəsəz, yəni mən sizə deyim. Baxın, birincisi ADA-dır. Yəni ADA coin mənim üçün favori coindir. Yəni siz mən olsam, yəni bu dəqiqə bunu alaram. Yəni bu video yatırım tövsiyəsi deyildir. Mən öz adımdan danışıram ki, mən bunu alaram. ADA coin. Sonra buradan XRP-ni alaram, 100% alaram. Çünki qiymətləri çox aşağıdır. Yəni o əvvəlkindən. Təbii ki, XRP 40 sentlərdən 3 dollara kimi gəldi. İndi də 1.35-dən əməliyyat həyata keçirilir. Deməli, XRP-dir. Qiyməti az olanları mən deyirəm ən çox. Sonra buradan baxırıq, görə hansılar var. Baxdıqca yadıma düşəcək. Misal üçün, ADA-nı dediyim, XRP-ni dediyim, Ethereum alaram. Ethereum da alaram. 1800-dən əməliyyat həyata keçirilir. Dog da problemli coindir, amma manipulyasiyaya uğrayan bir coindir. Yəni bir tweetə falan aləm vurur bir-birinə. Litecoin də həmçinin 100 neçə dollardan gəlib düşüb 51 dollara. Burada indi biz baxaq qazananların vəziyyətinə. SCP, Dent. Təbii ki, bunlar qalxma verib. Bunların da vəziyyətinə baxsaq, bunlar hamısı pumpdır, yəni bildiyiniz. Bunlar oyun çıxardırlar. RSI dərəcəsinə baxanda 91-dir, şişmə var və bu düşüş verəcək. 100% düşəcək bu. İtirənlərin vəziyyətində görə hansı məşhur coinlərdən var ki, SLP çox bədbaxt bir coindir. Bunu kiməsə almağı tövsiyə eləmirəm. Yəni konkret olaraq problemli bir coindir.
Sonra burada hal-hazırda indi futbol getdiyi üçün futbol coinləri biraz bəlkə aktivlik göstərə bilər, amma mən xoşlamıram onları heç ümumiyyətlə. Futures'da eləmək istəyənlər var, hansı ki Futures'da əməliyyat aparmaq istəyirlər. Yəni həmişə deyirəm ki, öyrənirsiniz, eləyin, amma çox problemli bir şeydir. Yəni çox pul itirə bilərsiniz oradan. Ona görə də mütləq şəkildə yüksək dərəcədə bilgiyə və məlumata, texniki, taktiki hər cür özünüzü inkişaf elətdirməlisiniz. Ondan sonra bu sahədə hər hansı bir proses aparmalısınız. Başqa cür sizin üçün problem olacaq. Və fil coindir, hansı ki biz bunun baxaq vəziyyətinə. Mən bu coini çox xoşlayıram, ləzzət eləyir mənə bu coin. Hal-hazırda 88 sentdir və bu maksimum nə qədər görüb? 237 dollar görüb. Yəni mənim misal üçün bu dəqiqə 1000 dollarlıq bundan almaq şansım olsaydı alardım. Çox qəşəng coindir. Yenə deyirəm, yatırım tövsiyəsi deyildir. Bütün məsuliyyət sizin üzərinizə düşür. Dəqiq diqqətlə öyrənin, sonra gedin alın. Mən dedim deyə nəyisə gedib almayın. Burada da yəni başqa bir xüsusi nüans yoxdur. Gələcəyə bu aylarda, daha doğrusu marta, maya mən biraz canlanma gözləyirəm. Ümid edirəm ki, belə olacaq. Daha da çöküş yaşamayacaq insanlar. Çünki elə adamlar var, yüksəkdən alırlar. Yüksəkdən almaq da çox ciddi problemlərdir və hər cür adama təsir eləyir. Amma indi almaq mənim üçün ən qəşəng vaxtdır. Ola bilər, yəni 60.000 altına düşərsə Bitcoin, yenə deyirəm, vəziyyət daha da bərbad ola bilər. Bərbad necə olacaq? Yəni alanlar, əvvəldən alanlar üçün bərbad olur. Yəni almayanlar xoşbəxtdir. Yəni onlar aşağıdan alacaqlar. Məsələ bu qədər bəsitdir. Yenə də fikirləriniz olarsa, öz şəxsi fikirlərinizi yaza bilərsiniz rəy bölməsinə. Kanala abunə olmayıb izləyənlər kanala abunə olun, mümkünsə. Video xoşunuza gələrsə bəyənin. İnşallah başqa məlumatlar, başqa yeniliklər, başqa öyrədici videolarla yenə qarşınızda olacağam. Hələlik inşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.